Salam əziz izləyicilər. Sizə bugün bir tövsiyəm də var. Kənd yerlərində adətən çöldə qoyulur da kombi, düzgün variantlı çöldə qoymaq. Amma çöldə qoymağın bir təhlükəsi var. Yağış düşməsin gərək. Onun beyin dediyimiz o idarə etmə platasına yağış düşməsin. Və şeh də düşməsin. Çöldə şehlənəndə, yağış düşəndə, bəzən adam hesab edir ki, oraya yağış düşəcək yer deyil, amma küləklə qar yağanda qar vurur, onun üstünə nəmləndirir və nəticədə o plata xarab olur. Bu xarab olma həm də çox təhlükəli xarab olmadır. Onu təmir eləmək demək olar ki, mümkünsüz olur. Mənim qarşıma 2 dənə elə plata çıxıbdı, su dəymiş plata. Biri qardan xarab olmuş kombiydi, digəri leysan yağan vaxtı sel dolmuşdu paltaryuyan olan otağa və su dəymişdi plataya. Onu neçə dəfə əlləşdim, bir neçə dəfə təmir də elədim. Buranı düzəldirsən, ora gedir, oranı düzəldirsən. Yəni bir ay işlədi, bir də xarab oldu. 10 gün işlədi, bir də xarab oldu. Başqa yerlərdən. Elektrokorroziya deyilən bir proses var, kimyəvi proses. Elektrik cərəyanı olan metallarda metal özü parçalanır. Metal parçalanır, çürüyür və ona elektrokorroziya deyirlər, paslanma. Və bu o qədər çətindir ki, onu aşkarlamaq demək olar ki, mümkün deyil. Çünki yoxlayırsan, keçiricilik var, amma bilmirsən orada neçə mikron canı qalıbdır o cığırların, elektrik keçirən cığırların və biraz cərəyan keçəndən sonra, bir müddətdən sonra o biraz korroziyada güclənir və qırılır o keçirici cığırlarda, orada cərəyan cığırları var. Və digər tərəfdən elementlərin ayağının özü, məsələn, diod, korroziyadan qırılır, havada qalır. Da o dərəcədə güclü bir prosesdir bu elektrokorroziya. Buna görə elə yerdə qoyun ki, nə küləkli gündə qar düşə bilsin üstünə, nə çən gələndə çən təsir eləyə bilsin, orada şeh əmələ gəlsin. Bunlardan qorumaq lazımdır kombiləri. Və indi kombiləri hazırlamağın zamanıdır. Bir yoxlayın, sınaqdan keçirin, qışın soyuğuna hazır olsun. Ola bilsin, bugün kombisiz keçinmək mümkündür, havanın temperaturu ilə də aşağıdır. Amma şaxtalı günlər olacaq ki, onda xarab olsa, xeyli əziyyət çəkməli olacaqsınız soyuqda. Ona görə indidən qışa hazırlayın kombilərinizi. İstər qızdırıcı cihazlar da həmçinin də o pütiminutka deyirik. Onları da bir yoxlayın, yuduzdurun. Əgər su yaxşı gəlmirsə, az gəlirsə, çətinliklə gəlirsə, isti su. Onu da bir sistemini yuduzdurun. Şlanklar var. İsti su şlankı haradakı o əl-üzüyana birləşir. Bax, o şlanklar da darala bilir. Onu da dəyişdirə bilərsiniz, təzəsini qoyarsınız. Və bu işləri görməyi xatırlatma eləyirəm sizə ki, bunları görün ki, qışda namünasib vaxtda əziyyət çəkməyəsiniz. Bu qədər. Kanala abunə olmayanlara tövsiyə edirəm, abunə olsunlar. Mən məcburam xırda, kiçik videolar çəkim. Bu YouTube-un tələbidir. Kiçikdə də bir problemi tam şərh eləmək olmur. Ona görə ara birinci, ikinci hissə kimi çəkirəm. Yaxud sadəcə biri digərinin davamı olur ayrı-ayrı adlarla, amma qohum problemləri,
demədiklərimi deməyə çalışıram. İzləsəniz, elə bilirəm, onda tam fayda görə biləcəksiniz mənim məsləhətlərimdən. Sağ olun, sağlıqla qalın. Allah amanında.